Hörmətli izləyicilər, 4-cü turun ikinci oyun gününün ikinci qarşılaşması. Birbaşa Bakı Borçalı maçı. Günün ilk oyununda bir qədər əvvəl Zirə qalib gəldi. Lerik Evlə ilə oyunda 9-2 hesabı ilə rəqibini üstələyərək 3 xalı aktivinə yazdırdı. İkinci maçda isə Birbaşa Bakı ilə Borçalı komandaları qarşılaşırlar. Birbaşa keçirdiyi 3 oyunun ikisində qalib gəlib, bir dəfə uduzub 6 xal toplayıb və 6-cı pillədədir hazırda. Borçalı isə 3 oyunda 1 qələbə, 1 heçəcə və 1 məğlubiyyətlə yadda qalıb, topladığı 4 xalla turnir cədvəlində 10-cu pillədədir. Komandaların heyətləri ilə tanış olaq. Birbaşa Bakı, qapçılar 21, Vəli Qafarov 94, Elmar Qasımov 3, Müseyib Vəliyev 7, Elvin Əlizadə 8, Rizvan Fərzəliyev 10, komandanın kapitanı Kamil Məmmədov 11, Cəfər Cəfərov 15, Mirmehdi Rızayev 17, Vüsal İsayev 19, Orxan Əlixanov 20, Məhəmməd Xəlilov 22, Emil Məmmədov 43, Xəzər Ağalzadə 53, Mehdi Rəsulov 95, Eşqin Tağıyev, komandanın baş məşqçisi Dan Marius Mitu. Borçalı komandası 1. Hafiz Qurbanov 99, İmran Məhərrəmov 4, Nodar Məmmədov 5, komandanın kapitanı Orxan Gülməmmədli 7, Rufin Sarıyev 8, Teymur Nəsibov 9, Kənan Məsimov 11, Eyvaz Tağıyev 12, Neymət Ömərov 17, Sərxan Əliyev 77, Eşqin İsmailov 87, Polad Kərimov 92, Asif İsmailov və 27, Elçin Zeynalov. Komandanın baş məşqçisi Vahib Xocayev. Oyunu Knyaz Əmraslanov və Anar Fərəcov idarə edəcəklər. Mərkəzdən topu oyuna Borçalı futbolçuları daxil etməlidirlər. Fit səsləndi və maç başladı. Hər iki komandaya uğurlar. Rizvan Fərzəliyev. Birbaşa Bakı ilk turda Zirə ilə oyunda məğlub oldu. Daha sonra isə ardıcıl 2 oyunda qələbə qazandı. Galaxy ilə oyun maraqlı alınmışdı. Son dəqiqədə, son saniyələrdə vurulan qolla qalib gələ bilmişdi. Birbaşa Bakı. Məhəmməd Xəlilov geriyə, Rizvan, Elvin Əlizadə, Rizvan Fərzəliyev. Elvin, yenidən Rizvan, qapçı ilə oynayır. Cəfər Cəfərov. Rizvan Fərzəliyev. Eşqin Tağıyev. Eşqin baxdı irəli qapı qarşısına. Ötürmə Cəfər. Cəfərov. Eşqin Tağıyev. Zərbə vursa da topu meydandan çıxarır Borçalı futbolçuları. Korner. Ötürmə Rizvandan Cəfər Cəfərov son anda qapçı topu götürür. İmran Məhərrəmov. İmrandan irəli ötürmə. Elmar irəli çıxmışdı. Eyvaz Tağıyev. Eyvaz geriyə. Nodar Məmmədov. İmran Məhərrəmov. İmran baxdı irəli. Ötürmə Cəfər. Rizvan Fərzəliyev. Eyvaz Tağıyev topu komandasına qazandırdı. İmran Məhərrəmov. İmrandan sol caha ötürmə. Kənan Məsimov topu qəbul etməyə çalışdı. Ona mane olurdu. Burada Məhəmməd Xəlilov. Cəfər sağ caha topu meydandan çıxarır. Orxan Gülməmmədli. Rizvan Fərzəliyev. Elvin Əlizadə. Elvin.
Geriyə Rizvan Fərzəliyev, Eşqin Tağıyev sol cinahda topladı. Eşqin Tağıyev ötürmə Elvin istiqamətində. Elvin Əlizadə yenidən Eşqin topu qaytarmağa çalışdı Elvinə, ancaq ötürmə dəqiqə alınmadı. Kənan Məsimovla indi Borçalı əks hücuma çıxa bilərdi. Ancaq topu itirirlər. Elvin Əlizadə, Elvin keçməyə çalışdı rəqiblərini. Etiraz edir hakimə, ancaq qayda pozuntusu yoxdur. Oyun davam edir, hücumdadır Borçalı. Zərbə Elmar Qasımovun üzərinə. Rufin Sarıyev idi qapını yoxlayan Borçalı futbolçusu. Rizvan Fərzəliyev, Məhəmməd Xəlilovla oynayır. Məhəmməd Xəlilov mərkəzi keçdi, sağ cinahlı oynadı Cəfər Cəfərov, ondan ötürmə Rizvan Fərzəliyev istiqamətində. Rizvan sol cinahda Eşqin Tağıyev, baxır qapı qarşısında Eşqin, ötürmə Elvin Əlizadə alınmadı. Rufin Sarıyev çıxarır topu meydandan. Növbəti out birbaşa Bakı üçün. Rizvan Fərzəliyev. Elmardan yenidən topu qəbul edir Fərzəliyev. Elvin Əlizadəni gördü, amma ötürmə ona çatmadı. Cəfər Cəfərovla birbaşanın hücumu davam edir. Cəfər, Nodar aldı topundan. Kənan Məsimov. Topu itirdi. Out. Rizvan Fərzəliyev. Eşqin Tağıyev. Məhəmməd Xəlilov. Rizvan Fərzəliyev. Rizvandan Eşqin istiqamətini ötürmə. Tağıyev. Topu çıxarırlar. Out. Rizvan Fərzəliyev. Elvin Əlizadə. Elvin. Cəfər Cəfərov. Eşqin Tağıyev. Yenidən Cəfərə qaytardı topu. Cəfərov, Elvin Əlizadə yox. Topu buraxdı burada Məhəmməd Xəlilovdur. Topla Məhəmməd. Sol cinahdan birbaşanın hücumu. Rizvan Fərzəliyev yenidən Məhəmmədə qaytardı. Sağda Eşqin. Tağıyev. Eşqin baxdı qapıya. Tağıyev vurur. Top qapının üstündən keçir. Nodar Məmmədov. Orxan Gülməmmədli. İmran Məhərrəmov. Eyvaz, İmran, yenidən Eyvaz, Tağıyev, Kənan Məsimov, Rufin uzaqdan yoxlayır Eşqin. Ötürmənin qarşısını, zərbənin qarşısını kəsir, top meydandan çıxır. İmran Məhərrəmov, Nodar Məmmədov, Orxan Gülməmmədli, Kənan başla ötürmə qapı qarşısına, orada heç bir Borçalı futbolçusu yox idi. Out yerinə yetirildi Elmar Qasımov, Cəfər Cəfərov. Nodar, Cəfər Cəfərov. Rizvan Fərzəliyev, Elvin Əlizadə, Rizvan Fərzəliyevdən sağ cinaha Eşqin Tağıyev. Elvin Əlizadə, Elvin. Top meydandan çıxır, out birbaşanın Elvin. Cəfər Cəfərov! Gol! Hesab açılır birbaşa Bakı. 6-cı dəqiqədə hesab irəli çıxır Cəfər Cəfərovun vurduğu qolla. Sağ cinahdan out yerinə yetirildi və Cəfər Cəfərov baxımlı zərbə ilə topu küncə göndərdi, hesabı açdı. Out. Vüsal İsayev. Vüsal. Mirmehdi solundaydı. Vüsal geriyə Elmar. Yine Mirmehdi Rızayev. Elmar Qasımov. Elmar, ondan irəli ötürmə Müseyib Vəliyev. Nodar mübarizədən qalib ayrıldı. Top meydandan çıxır. Out. Borçalı'nın. Kənan. Nodar.
İmran Məhərrəmov. Nodar Məmmədovdan ötürmə qapı qarşısına Kənan yaxşı döndü. Kənan vurur Elmar Qasımov. Buraxmadı. Əl oynadı, sona dək oynadı Elmar Qasımov. Vüsal İsayev, Emil Məmmədov. Mirmehdi, Vüsal, İsayev, keçə bildi rəqbini Vüsal, İsayev, sağ caha, Mirmehdi Rızayev, baxdı qapı qarşısına Mirmehdi, indi Emil, out. Out birbaşanın. Emil Məmmədov, Xəzər, zərbə alınmadı, indi geriyə oynadı Xəzər, Elmar, Emil Məmmədov, Nodar, yaxşı ötürmə, Eyvaz, Tağıyev, Eyvaz, bucaq daralmışdı. Bununla belə korner olacaq. Borçalı futbolçuları küncdən zərbə ilə top oyuna daxil edəcəklər. Nodar, geriyə İmran. Rufin. Qayda pozuldu Rufin Sarıyevə qarşı. Orxan Gülməmmədli. İmran Məhərrəmov. İmran Məhərrəmovun zərbəsi. Topu meydandan çıxardı Vüsal İsayev. İmran Məhərrəmov. Nodar. İmran. Orxan, yenidən İmran Məhərrəmov. Eyvaz Tağıyev, Eyvaz irəliyir, hücumdadır Borçalı. Eyvaz Tağıyevin zərbəsi, top Mirmehdiyə dəydi. İndi özünü çatdırmağa çalışdı Xəzər. Emil də mübarizəyə qoşuldu. Orxan topu uzaqlaşdırır, qayda da pozulmuşdu. Orxan Gülməmmədli. Topu oyuna daxil etdi İmran Məhərrəmov. Orxan. İmran. Məhərrəmovdan irəli ötürmə Müseyib Vəliyev. Xəzər, Mirmehdi Rızayev. Elmar Qasımov. Mirmehdi. Rızayev, sağ caha. Emil Məmmədov. Emil, Vüsal İsayev. Elmar Qasımov. Vüsal İsayev. Vüsaldan sol caha ötürmə. Dəqiq alınmır, top meydandan çıxır, qapıdan zərbə. Nodar. İmran, yenidən Nodar Məmmədov. Nodardan sağ caha ötürmə, dəqiq alınmadı, top çıxdı. Mirmehdi Rızayev. Vüsal İsayev. Vüsal. Mirmehdi. Emil Məmmədov. Emil ötürmə qeyri-dəqiqdir. Dərhal irəli ötürmə Kənan Məsimov istiqamətində Elmar Qasımov. İndi Elçin Zeynalov. Kənan topu saxlaya bilmədi. Out. Out birbaşanın. Vüsal İsayev. Müseyib Vəliyev. Mirmehdi Rızayev. Müseyib topu bıraxdı Xəzərə. Xəzər Ağalzadə. Vüsal İsayevə ala keçir Vüsal. Sol cəhətdə topladı İsayev ötürmə qapı qarşısına. Emilin zərbəsi, daha doğrusu ötürməsi dəqiq alınmır. İmran. Orxan.
İmran Məhərrəmov, təzyiq var idi Emildən. İmran topu götürə bildi. Nodar Məmmədov. Emil aldı topu. Müseyib yenidən Emil. Yaxşı döndü Məmmədov. Emildən əla hərəkətlərini eynədi Emil. Məmmədov. Birbaşanın həmləsi davam edir. Burada qayda pozulub. Qayda pozulub, cərmə zərbəsi olacaq. Və bu fasilədən istifadə edir. Birbaşa Bakı, əvəz etmələr, dəyişikliklər. Oyuna başlayan beşlik qayıtdı meydana. Eşqin Tağıyev topun yanındadır. Fit səsləndi. Eşqin Tağıyevin zərbəsi qeyri dəqiq alınır. İmran Məhərrəmov. İmrandan irəli ötürmə. Rizvan. Elvin Əlizadə. Rizvan Fərzəliyev. Yenidən Elvin Əlizadə. Out birbaşanındır, deyir hakim. Neymət Ömərov qərarla razı deyil. Etiraz etdi hakimə. Rizvan Fərzəliyev. Ondan geriyə Elmar Qasımov. Rizvan. Məhəmməd Xəlilov. Rizvan Fərzəliyev sağ cəha. Cəfər Cəfərov təzyiq var idi Kənandan. Elvin Əlizadə. Eşqin Tağıyev, yenidən Elvin Əlizadə. Ötürmə qapı qarşısında Nodar Məmmədov uzaqlaşdırır. Elvin yenidən topladı. Elmar ötürdü topu. Elmar Qasımov. Rizvan Fərzəliyev, Eşqin Tağıyev. Rizvan Fərzəliyev, Elvin Əlizadə. Eşqin Tağıyev. Eşqin sol caha meyilləndi. Eşqin Tağıyev ötürmə mərkəzdə Məhəmməd Xəlilov topu qəbul edir sağında. Elvin Əlizadə ötürdü. Elvin tək toxunuşla yenidən Məhəmməd. Onun ötürməsi keçmədi. İndi əks hücuma çıxa biləcəkmi? Borçalı komandası Elçin Zeynalov keçməyə çalışdı Cəfəri. Cəfər kəsdi onun qarşısını, qaydanı pozdu. Elçin Zeynalov. İmrandan sol caha Nodar Məmmədov. İmran. Eyvaz çevirə bilmədi topu sağa. İndi Elvindən ötürmə Cəfər istiqamətində dəqiq alınmadı. Out. Nodar. Cəfər Cəfərov. Ötürmə imkanı verilmədi ona və qaydanı da pozdu Cəfərov. Neymət Ömərov. Nodar Məmmədov. İmran. Cəfər. Ötürmənin qarşısını kəsdi. Topuğundan mübarizə. Qayda pozuldu. Polad Kərimova qarşı qayda pozuldu. İmran Məhərrəmov. Nodar. İmran. Məhərrəmov. Nodar Məmmədov. İmrandan irəli ötürmə Cəfər. Bəlkə də topa toxunmağına ehtiyac yox idi. Out Borçalının. İmran Məhərrəmov. İmran risklidir. Burada topu uzaqlaşdırmalı oldu. Out olacaq. Məhəmməd Xəlilov. Rizvan Fərzəliyev. Eşqin. Tağıyev ötürmə.
Dəqiq alınmadı. Ancaq Məhəmməd aldı topu. Xəlilovun ötürməsi də keçmir. Qarşılıqlı top itkiləri. Eşqin Tağıyevin ötürməsi keçmədi. Elçin Zeynalovdan irəli ötürmə. Kənan Məsimov qarşıda. Rizvan Fərzəliyev dayanıb. Kənan döndü. Baxdı sağcıha geriyə çəkildi. Rəqiblərini keçdi, amma yanlış istiqamətdə gedirdi. Nodar Məmmədov. İmran Məhərrəmov. Neymət Ömərov. Rizvan. Elvin. Əlizadə, ötürmə Məhəmməd və İmran. Məhərrəmov yaxşı oynadı. Neymətdən ötürmə Kənan uzaqdan yoxladı Elmar Qasımov. Topu götürdü. Cəfər Cəfərov. Eşqin Tağıyev. Rizvan Fərzəliyev. Yenidən Eşqin Tağıyev. Elvin Əlizadə, sol cənaha Cəfər, yenidən Eşqin, Cəfər və İmran Məhərrəmov. Baxır Rəli, yaxşı gördü Rufini. Rufin, Sarıyev. Rufin qaydanı pozdu. Qaydanı pozdu Elmar Qasımova qarşı. Elmar vaxtında irəli çıxmışdı. Amma Rufin Sarıyev istiqamətində ötürmə əla idi. Sadəcə bu imkandan yararlana bilmədi Borçalı komandası. Vüsal İsayev. Mirmehdi Rzayev. Müseyib Vəliyev. Xəzər Ağalizadə. Mirmehdi. Rzayev! Top dirəyə dəydi. Əla zərbə idi, amma top dirəyə dəyir. Daha sonra toxunuş da olub Borçalı futbolçusundan. Qapıcı İmran Məhərrəmov topa toxunub. Out olacaq. Cəfər Cəfərov ötürmə. Emil Məmmədov topu qəbul etdi. Emilin zərbəsi dəqiq alınmır. Nodar Məmmədov. Müseyib, Elçin Zeynalov, Elmar Qasımov. Mirmehdi Rzayev. Xəzər. Geriyə Elmar. Sağ cənahda Mirmehdi. Mirmehdi Rzayev. Vüsal İsayev. İsayev sol cənahdan irələməyə çalışdı. Rufin kəsdi qarşısını. Out birbaşanın. 20-ci dəqiqə tamamlanmaq üzrədir maçda. Birbaşanın 1-0'lıq üstünlüyü var. Cəfər Cəfərovun vurduğu yeganə qolla. Emil Məmmədov. Emil mərkəzə meyləndi. Məmmədov ötürmə Vüsal İsayev istiqamətində. Sol cənahda Vüsal İsayev. Baxdı ətrafına. Qarşısında Rufin Sarıyev dayanıb. Vüsal keçməyə çalışdı onu. İsayevə qarşı qayda pozuldu. Rufin Sarıyev qaydanı pozdu. Cərmə zərbəsi birbaşa Bakının. Vüsal İsayev və Xəzər Ağalizadə topun yanındadılar. Fit səsləndi. Xəzər topu buraxdı Vüsal üçün. Vüsal İsayev ötürmə Xəzər. Alınmadı. Yaxşı F tapşırığı idi, amma düzgün icra olunmadı. İmran topu oyuna daxil etdi. Orxan Gülməmmədlidən ötürmə Elçin Zeynalov. Emil çıxardı topu meydandan. Out Borçalının Elçin Zeynalov. Top meydandan çıxdı. Qapıdan zərbə. Müseyib Vəliyev. Xəzər Ağalizadə. Mehdi Rəsulov. Müseyib Vəliyev. Vüsal İsayev. Sol cənaha Xəzər. Xəzər Ağalizadə. Vüsal İsayev. Yenidən Xəzər. Ağalizadə. Mehdi Rəsulov. Mehdi sağ cənahda irələməyə çalışırdı. Rufin Sarıyev qaydanı pozdu. Cərmə zərbəsi.
Xəzər Ağalzadə topun yanındadır. Görək növbəti F tapşırığı olacaq ya yox. Fit səsləndi. Xəzər. Ötürmə Vüsala İsayev. Vüsal İsayev. Yenidən Xəzər Ağalzadə. Zərbə yoxdur hələ ki. Xəzər indi önünü açmağa çalışır. Zərbə vurdu İmran. Məhərrəmov. Korner olacaq. Son olaraq top Elçin Zeynalovdan çıxdı. Korner yerinə yetirilir. Xəzər Ağalzadə. Mehdi Rəsulov. Mehdinin zərbəsi top meydandan çıxır. Out. Birbaşa Bakı bu mövsüm hələ ki o qədər də məhsuldarlığı ilə seçilmir. Birinci turda zirəyə uduzdular. 1-2. İkinci turda hazırda turnir cədvəlinin sonuncusu olan Cənub Stormla maçda 11-2 hesabı ilə qalib gəldilər. Həmin maçda böyük hesablı qələbə gözlənilən idi. Ancaq üçüncü turda Galaxy-ni son dəqiqədə vurulan qolla məğlub etdi. Birbaşa Bakı 2-1 hesabı ilə qalib gəldi və bugün dördüncü turda Borçalı ilə oyunda birinci hissə demək olar başa çatmaq üzrədir. Düzdür, hələ irəlidə ikinci hissə var, amma hələ ki hesab yalnız 1-0'dır. Mirmehdi Rızayev. Mirmehdi ötürmə. Mehdi Rəsulov, Elmar Qasımov, Vüsal İsayev. Və təbii ki birinci hissədə hələ başa çatmayıb. Hələ qollar vurmaq olar. Vüsal İsayev. Müseyib Vəliyev. Sağcaha, Mehdi Rəsulov. Müseyib. Vüsal. Yenidən Vəliyev. Xəzər Ağalzadə. Mehdi Rəsulov. Mehdi keçdi rəqibini Rəsulov. Əla keçid idi, amma zərbə qeyri-dəqiq. İmran Məhərrəmov. Top oyuna daxil etdi Orxan Gülməmmədli. İmran Məhərrəmov, Elçin Zeynalov. 25-ci dəqiqədə oyunda Elçin. Qayda pozuldu ona qarşı. Zeynalov baxdı irəliyə, ötürmə İvas Tağıyev istiqamətində düşünmüşdü. Xəzər qarşıladı. Mehdiyə qarşı növbəti kobudluq. 25 dəqiqə tamamlandı. Birinci hissənin əsas vaxtı bitdi. Bəlkə də son hücumdur. Xəzər. Ötürmək keçmədi. İndi İvas Tağıyev. Sol cinaha Orxan Gülməmmədli. Orxan geriyə. Elçin Zeynalov İmranla oynayır və beləliklə birbaşa Bakı Borçalı maçında ilk hissə yekunlaşdı. Komandalar fasiləyə birbaşa Bakının minimal hesablı üstünlüyü ilə yollanırlar. Biz də fasilə ayrılırıq. İkinci hissədə görüşərik.
Hörmətli izləyicilər, yenidən Bakı Tenis Akademiyasına bağlanırıq. Birbaşa Bakı Borçalı maçında ilk hissədən sonra hesab 1-0'dır. Birbaşanın minimal üstünlüyü var və ikinci hissə başlamaq üzrədir. Hakim saatına baxır. Eşqin Tağıyev startda gözləyir. Fit səsləndi. İkinci hissə başladı. Hər iki komandaya bir daha uğurlar arzulayırıq. Oyunda yeganə qolu Cəfərov vurub. İmran Məhərrəmov ondan irəli ötürmək. Kənan təhlükəli idi, çox təhlükəli idi. Qola yaxın oldu Borçalı. Eşqin Tağıyev. Rizvan Fərzəliyev. Elvin Əlzadə. Elvin. Eşqin Tağıyev. Cəfər, Elvin Əlizadə, Elvin yenidən Cəfər. Nodar ona mani oldu. Elmar Qasımov, Elvin Əlizadə. Mani oldular. Rufin Sarıyev aldı top ondan. Kənan Məsimov geriyə. Nodar Məmmədov. Əla zərbə idi. Nodar Məmmədov. Yaxşı cəhd idi, amma sonda Elmar Qasımov ən az zərbə qədər gözəl də reaksiya izlədi. Ötürmə Kənan Məsimov. Top meydandan çıxdı. Out birbaşanın. Rizvan Fərzəliyev. Elmar Qasımov. Cəfərov. Elmar. Məhəmməd Xəlilov. Elvin Əlizadə. Elmar. Məhəmməddən sağca Elmar Qasımov. Yenidən Xəlilov. Eşqin Tağıyev, sağcaha Elmar, qaytardı top Eşqinə. Tağıyev baxır irəli. Eşqin. Məhəmməd Xəlilov. Elvin Əlizadə. Rizvan Fərzəliyev, yenidən Elvin, Nodar, sağcaha ötürmə. Elmar topladı birbaşanın qapıcısı. Elvin Əlzadə, Cəfər, qayda pozulmayıb deydi hakim. Rufindən irəli ötürmə, qeyri-dəqiqdə Elmar. Nodar başla topa toxundu, amma geriyə alındı bu ötürmə. İmran topu götürdü, Məhərrəmov. Kənan Məsimov istiqamətində düşündü, topa çatmaq mümkün deyildi. Çox yüksəkdən alınmışdı ötürmə. Eşqin. Məhəmməd, Rizvan Fərzəliyev, Cəfərov, Eşqin Tağıyev, Cəfərov, Elvin Əlizadə, Elvin, Eşqin, Tağıyev, yenidən Elvin Əlizadə, döndü sol cəhətə Elvin, baxdı, Eşqinlə oynadı, top meydandan çıxır, out. Nodar Məmmədov. Elmar Qasımov. Eşqin Tağıyev. Eşqin ötürmə. Elvin Əlizadə. Elvin irəliyir. Əlizadə. Keçmədi top. Saxladı amma meydanda topu Elvin Əlizadə. Rizvanla oynadı. Fərzəliyevin ötürməsi Cəfərov. Məhəmməd Xəlilov. Elvin Əlizadə. Rizvan Fərzəliyev. Eşqin Tağıyev sağ cahı düşündü. Ötürmə dəqiq alınmadı. Out. Orxan. Rizvan Fərzəliyev. İmran Məhərrəmov.
Elçin Zeynalov. Elvin Əlizadə çatdı topa. Eşqin Tağıyev. Zərbəyə imkan vermədilər Eşqinə, amma qayda da pozulmayıb. Hakim davam dedi. Nodar. İmran. Top meydandan çıxır, out. Birbaşanın. Rizvan. Tribunalardan borçalı sədaları yüksəlir. Rizvan. Ötürmə keçmədi. Cəfərdədir top. Cəfərov. Cəfərov. Sağcan Elmar. Cəfərov. Eşqindən Sağcan Elmar Qasımov. Cəfərov. Rizvan Fərzəliyev. Eşqin. Tağıyev. Saxladı topu özündə. Orxan Vaydi qarşısında Cəfərlə oynadı. İndi Kənan hücuma çıxa bilər. Borçalı komandası Elçin Zeynalov. Elçin və qaydan pozdu Cəfər. Cərmə zərbəsi yerinə yetirəcək Borçalı. İmran Məhərrəmov. İmran zərbə yox, ötürmə idi. Qolu vuransa Kənandır. Kənan Məsimov 1-1. Əla ötürmə İmrandan. Məhərrəmov qola bərabər asist etdi. Kənana sadəcə toxunmaq qaldı. 1-1. Kənan Məsimov. Borçalı hesabı bərabərləşdirir. Asist İmran Məhərrəmov, gol Kənan Məsimov. Vüsal İsayev dərhal zərbə izlədiyi birbaşadan. İmran topu götürdü. İndi sağ canlı oynadı Elçin Zeynalov. Out. Birbaşa Bakının. Elmar Qasımov. Və Borçalı sədalarını yenidən eşidirik. Vüsal İsayev. Elmar. Vüsal. Elmar Qasımov. Elmar zərbə vurur. İmran Məhərrəmov topu götürdü. Qapı boşdu. İmran Məhərrəmov. Asistdən sonra gol da istəyirdi İmran. Elmar irəlidəydi. Gördü qapını, amma top qapının az fərqlə üstündən keçdi. Vüsal. Mehdi Rəsulov. Mehdi zərbə İmran topa toxundu. Toxundu, korner olacaq. Vüsal İsayev, Emil Məmmədov, toxunuş var, növbəti korner. Vüsal İsayev, Emil yenidən Vüsal qapı qarşısına, Rufin çıxardı topu meydandan, out olacaq. Vüsal İsayev, Losif, İmran Məhərrəmov. Yumruqladı topu. Vüsal İsayev. Vüsal. Elmar da qoşulub hücuma. Vüsal İsayev sol cinatdan keçib rəqbini. Vüsal ötürməyə Elçin Zeynalov. İndi Rufin. Qaydanı pozdu. Rufin ayağını çox yüksəyə qaldırmışdı. Sərbəst zərbə olacaq. Razı deyil bu qərarla Borçalı futbolçuları.
Vüsal İsayev topun yanındadır. Sərbəst zərbədir, birbaşa zərbə olmaz. Olsa da top qapıdan keçsə də qol kimi sayılmaz. Fit səsləndi, Mehdi Rəsulov ötürmə, Emil Məmmədov! Əla ev tapşırığı, amma top dirəyə dəyir. Out Borçalı'nın. Elçin Zeynalov. Geriyə İmran Məhərrəmov. Sol cahlı oynadı. Nodar Məmmədov. Nodar Məmmədov. Və Elmar Qasımovdan daha bir seyv. Nodar bu dəfə sağ ayaqla. Yaxşı alınmadı. Nodarın 2 təhlükəli zərbəsini izləmişik. Mehdi Rəsulov. Vüsal İsayev. Vüsal. Mehdi Rəsulov. Emil Məmmədov. Xəzər Ağalzadə. Xəzər! Gol! Xəzər Ağalzadə topu 9'luğa sancır. 2-1. Yenidən hesabda irəlidədir birbaşa Bakı. Bəzi məqamlarda oyun yaxşı alınmasa belə keyfiyyət, ustalıq səviyyəsi öz sözünü deməlidir. Və birbaşa Bakıda biz bunun növbəti dəfə şahidi oluruq. Ötən oyunda Galaxy ilə maçda o qədər də yaxşı alınmırdı komandanın oyunu, ancaq son dəqiqələrdə ustalıq səviyyəsi, həmin o keyfiyyət özünü göstərərək birbaşaya 3 xalı qələbəni qazandırdı. Bu epizodda da Xəzərin baxımlı zərbəsi 9'luğa vurduğu top yenidən birbaşanı hesabda irəli çıxarır. İmran Məhərrəmov. İmran baxdı irəli, Məhərrəmov ötürmə bu dəfə dəqiq alınmadı. Elmar Qasımov. Mehdi Rəsulov. Vüsal İsayev. Elmar Qasımov. Emil Məmmədov. Narahat ötürməkdir, dərhal cinahı dəyişdi. Vüsal İsayev. İrəlilədi topla Vüsal. Ötürmə qapı qarşısına. Top keçmədi. Out. Vüsal İsayev. Mehdi Rəsulov. Ötürmədə səhv. Eyvaz Tağıyev topu götürdü. Keçdi Mehdini, amma qayda pozuldu Eyvaza qarşı. Düzdür, onsuz da topu özündən çox irəli buraxmışdı. Topa çatmaq mümkün olmayacaqdı. Ancaq istənilən halda qayda pozuldu. O topa çatmaq mümkün deyildi. Elçin Zeynalov cərimə zərbəsini yerinə yetirəcək. Fit səsləndi. Zeynalov ötürmə eşqinə dəyir top. Müseyib uzaqlaşdırdı. Zeynalovdan daha bir ötürmə dəqiqdir. Nodar. Yaxşı alınmadı. Elvin Əlizadə. Rizvan Fərzəliyev. Elvin. Elmar. Elvin Əlizadə. Eşqin Tağıyev. Elvindən geriyə Elmar. Elvin. Elmar. Qasımov sağ cinahlı oynayır. Eşqin Tağıyev.
Əlizadə. Qasımov, yenidən Tağıyev. Çıxdı müdafiədən birbaşa, amma Tağıyevin ötürməsi dəqiq alınmır. İmran Məhərrəmov, Nodar Məmmədov. Elçin Zeynalov geriyə. Nodar. İmran. Orxan Gülməmmədli sol cinahdan irəliləyir. Orxan, Eşqin ona mane olmağa çalışır. Eşqin əl oynayır. Əl oynayır Tağıyev. Qapıdan zərbə. Rizvan Fərzəliyev. Eşqin Tağıyev. Müseyib Vəliyev. Rizvan. Elvin Əlizadə. Rizvan Fərzəliyev. Məhəmməd Xəlilov. Eyvazın toxunuşu. İmran topu götürdü. Məhərrəmov. Elçin Zeynalov. Orxan itirmədi topu. Sağ cinahlı oynadı. Elçin Zeynalov. Orxan Gülməmmədli. Bu dəqiqələrdə topa nəzarət edən tərəf Borçalıdır. İmran Məhərrəmov baxdı qapıya. İmran və Eyvaz burada müdafiəçi kimi oynadı. Düzdür, onsuz da Elmarın üzərinə gəlirdi top. Qasımov bu topu dəf edəcəkdi. Ancaq Eyvaz topu qapıya yönəltmək istəsə də daha da uzaqlaşdırdı oradan və zədələndi. Əvəzlənmək istəyir. Elvin Əlizadə. Məhəmməd Xəlilov. Elvin Əlizadə. Elmar Qasımov. Rizvan Fərzəliyev sağ cinaha. Məhəmməd ötürmə. İndi Nodar Məmmədov. Eşqin yaxşı oynayır. Əl oynayır Eşqin. Tağıyev. Yenidən topladı Eşqin. Sağ cinahdan özür eləməyə çalışdı. Qayda pozuldu ona qarşı. Cərmə zərbəsi olacaq. Müseyib Vəliyev. Rizvan. Elvin Əlizadə. Müseyib Vəliyev. Eşqin ondan geriyə minimal fərqlə üstünlüyü davam edir birbaşa Bakının. Tələsmir Eşqin Tağıyev. Yavaş-yavaş ikinci hissənin sonlarına yaxınlaşırıq. İndi Elmar Qasımov topla irəli çıxdı. Elmar Qasımov ötürmə. Məhəmməd Xəlilov geriyə Eşqin. Tağıyev. Rəqibi üzərinə çəkmək istəyir birbaşa Bakı. Borçalı getmir hələ ki. Elmar. Elvin Əlizadə. Məhəmməd Xəlilov. Nodar Məmmədov. İzləyirdi onu, imkan vermədi dönməyə. Eşqin Tağıyev. Gözləyir. Eşqin gözləyir. Kənan yaxınlaşdı ona bir qədər. Eşqin Tağıyev sağ cinaha. Elmar Qasımov. Elmar, Elvin Əlizadə. Yenidən Eşqin Tağıyev. Elvin Əlizadə. Eşqin. Eşqin Tağıyev. Elmar Qasımov. Elmar topla irəli çıxdı yenə. Qasımov zərbə, qayda pozuldu. Kənan Məsimov qaydanı pozub. Bu qərarla razı deyil Borçalı komandası. Elmar.
Birbaşa Bakının golkiperi. Hücuma çıxmışdı. Özü zərbə vurmaq qərarına gəldi. Bu imkanı tapdı. Zərbə mövqeyinə çıxdı, amma ona qarşı qayda pozuldu. Cərimə zərbəsi olacaq. Rizvan Fərzəliyevdir topun yanında. Fit səslənir. Rizvan Fərzəliyev ötürmə, İşkin zərbə alınmadı. Nodar topu uzaqlaşdırır. Elmar Qasımov gözlədi, götürdü topu. Müseyib Vəliyev. Elmar. İşkin Tağıyev, yenidən Elmar Qasımov. Sağ cəhddə Müseyib Vəliyev. Sola. İşkin. Eşkin Tağıyev. Elmar baxdı irəli, Məhəmməd yaxınlaşmışdı ona. Xəlilovdan sağ cəha, Vüsal İsayev. İsayev Rizvanla oynadı. Rizvan Fərzəliyev, Elvin Əlizadə, Elvin. Əlizadə, yenidən Rizvan Fərzəliyev. Eşkin Tağıyev. Vüsal İsayev və gol! Məhəmməd Xəlilov fərqlənir. Alır türmə Vüsaldan və Məhəmməd Xəlilov hesabı 3-1-dir. Birbaşa Bakı fərqi 2 topa çatdırdı. Məhəmməd Xəlilov fərqlənir. Kənan Məsimov mərkəzdən top oyuna daxil etdi. Dötürmək Kənan vura bilmədi, qayda pozuldu. Qayda pozuldu, Vüsal İsayev qaydanı pozub. Sarı vərəqə göstərilir Vüsala. Razı deyil Vüsal bu qərarla. Cərimə zərbəsi olacaq, yaxın məsafədən Borçalı futbolçuları. Cərimə zərbəsi yerinə yetirəcəklər. Kənan Məsimov zərbə vurmağa çalışarkən ona qarşı qayda pozuldu. Fərqi yenidən minimuma indirmək üçün yaxşı imkandır. Yaxşı imkandır. Elçin Zeynalov topun yanındadır, fit səsləndi. Elçin zərbə burada alınmadı, daha bir zərbə və gol! Elçin Zeynalov! 3-2. Fərq yenidən bir topa enir. Elçin Zeynalovun vurduğu golla hesab 3-2 olur. Son dəqiqələr daha da maraqlı keçəcək. Borçalını bir xaldan bir gol ayırır. Bir gol lazımdı. Mehdi Rəsulov. Bir Mehdi Rızayev. Elmar Qasımov ondan irəli ötürmək keçmədi. Out. Nodar. Asif İsmailov. Ondan irəli ötürmək Emil Məmmədov. Top meydandan çıxdı, out. İmran. Vüsal. Out. Birbaşanındır deyir hakim. Borçalı azarkeşləri etiraz edir hakimin bu qərarına.
Mehdi Rəsulov. Vüsal İsayev. İsayev sağ cəhd irəliyir. Vüsal ötürmə Emil və Xəzər dönür vurur. Alınmır. Alınmır. Toxunuş var. Korner olacaq. 3-2 hesab. 50 dəqiqə bitib. Borçalıya bir gol lazımdır. Ötürmə Mir Mehdi Rzayev. Mehdi Rəsulov. Emil Məmmədov döndü. Emil zərbə alınmır. İndi qapıdan zərbə olacaq. İmran. Məhərrəmov. Baxır irəli. Ötürmə İmrandan. Elçin yüksəldi. Mehdi Rəsulov. Mir Mehdi Rzayev topu uzaqlaşdırır. İmran Məhərrəmov. İrəli növbəti ötürmə lazımdır. İmran ötürmə. Mir Mehdi başla qarşıladı. Xəzər. Elçin Zeynalov geriyə. Nodar Məmmədov. Yenidən Elçin Zeynalov keçməyə çalışdı. Vüsalı alınmadı. Əl oynayır müdafiədə Vüsal İsayev. Mir Mehdi Rzayev baxır geriyə. Elmar Qasımov ötürür topu. Elmar. Mehdi Rəsulov. Ondan irəli. Nodar topda birincidir. Eyvaz qaçır. Elmar qayda pozulmuyor. Hakim davam deyir. Qalx deyir. Out olacaq deyir. Vüsal İsayev. Out birbaşanın. Vüsal. Elmar Qasımov. Ondan irəli ötürmə. Orxan Gülməmmədli başla qarşıladı. Elçin Zeynalov. Elçin endirdi topu yerə. Sol cəhdə Orxan Gülməmmədli. Topu itirdi. Emil Məmmədov indi Emil irəliyir. Məmmədov Mir Mehdiyə çatdırdı topu. Out birbaşanındır. Emil Məmmədov sağ cəhdən topu oyuna daxil etdi. Xəzərin zərbəsi qeyri-dəqiqdir. Qapıdan zərbə. Artırılmış 2 dəqiqə bitib. Üçüncüsü oynanılır. İmran Məhərrəmov hamı irəlidədir. Borçalıda İmrandan irəli ötürmə Elmar və qayda pozuldu. Qayda pozuldu. Top dirəkdən qayıtdı. Təkrar zərbə də vuruldu, amma artıq qayda pozulmuşdu. Elmar Qasımova qarşı kobud oyun. Elmar Qasımov. Birbaşanın qol-kiperi. Növbət dəfə yerdə qalıb. Bu baxımdan, bu səbəbdən birbaşanın tibbi personalı meydana daxil oldu. Borçalı birbaşa ilə oyunda, dəyişməz çempionlu oyunda yaxşı futbol nümayiş etdirdi. Xal qazanmağa da yaxındır. Yaxın oldu da deyə bilərik, çünki oyunda artıq son anlardır. Elmar Qasımovdan irəli ötürmə. Xəzər top meydandan çıxır, qapıdan zərbə. İmran hamıya gedin deyir. İmran Məhərrəmov topu irəli vuracaq. İmran Məhərrəmovdan ötürmə. Qapı qarşısına. Dəqiq alınmır. Top meydandan çıxır. Hakim saatına baxır. Mehdi Rəsulov ondan irəli ötürmə. Nodar. Maç bitməyib elə. Vüsal. Və bu da oyunun final fiti. Maç yekunlaşır. Birbaşa Bakı 3, Borçalı 2. Çox gərgin, olduqca maraqlı maç izlədik. Və bu oyunun yekununda birbaşa Bakı 3 xal aktivinə yazdırır. 3-2 hesablı qələbə qazanır. Hörmətli izləyicilər,